Salam yoldaşlar. Hədəf kurslarının DQT suallarına baxmağa davam edirik. Növbəti DQT-miz DQT nömrə 8 mexaniki iş gücdür. Test A-nın suallarına baxırıq. Başlayaq. 1. Newton vur metr bölünsün saniyə ifadəsi hansı bir qiymətın vahidinə uyğundur? Newton vurulsun metr. Bu joula bərabərdir. Aşağıda saniyədir. Joule bölünsün saniyə bizə nəyə verir? Joule işin vahididir, saniyə zamanın vahididir. İşi zamana böləndə bizə güc verəcək. Yəni birinci sualın cavabı olacaq B variantı. Növbəti sualımız ikinci sualda şəklə görə deyir qüvvəni təyin edin. Nəzərə alın ki, qüvvə sabitdir və yerləşmə ilə eyni istiqamətdədir. Bu zaman işin üstürü iş bərabərdir Fs. Əslində kosmos alfadır, Fs kosmos alfadır. Burada qüvvə ilə yerləşmə eyni istiqamətdə olduğu üçün, kosmosda sıfırda qiyməti 1 olduğu üçün elə Fs yazmamız kifayətdir. Buradan qüvvə nəyi tapdıyır? Qüvvə tapdıyır. Qüvvə bərabərdir iş bölünsün yer dəyişmə. Yəni, misal üçün, işin qiymətini 100 götürsək, ona uyğun yer dəyişmənin qiyməti 10-dur. İşin qiymətini 200 götürsək, ona uyğun yer dəyişmənin qiyməti 20-dir. Yəni, hər iki halda cavabımız eləyəcək 10 Newton. Yəni, cavabımız olacaq 2-də C variantı. 3. 1 kilovat vur saatı meqajonla ifadə edin. Kilovat 1000 vattdır. 1 saat da 3600 saniyədir. Bu da bizə neçə verəcək? Onsuz da watt vurulsun saniyə bizə verəcək joule. Ona görə də artıq yazmaya ehtiyac duymadım watt vurur saniyəni. Bu bizə onsuz joule verir. İndi 1000-i vuracam 3600-ə. Bu bizə verəcək 1000 10 üstü 3, 36 vur 10 üstü 2. Yəni 36 vur 10 üstü 5. Yəni bunu mən belə göstərə bilərəm. 3,6 vur 10 üstü 6 joule. 10 üstü 6 da bizə verəcək mega. Yəni 3,6 mega joule. Yəni cavabımız olacaq 3-cü sualda A variantı. Davam edək. 4. Kinetik enerji haqqında teoremə uyğun ifadəni təyin edin. Əvəzedici qüvvəni gördüyük kinetik enerjinin dəyişməyinə bərabərdir. Yəni A bərabərdir delta YK. Burada son kinetik enerjiden çıxacağım başlanğıc kinetik enerjini. Son kinetik enerjini yerinə yazıram mv kvadratı bölü 2. Başlanğıc kinetik enerjini yerinə yazıram mv0 kvadratı bölü 2. M bölü 2-nin mütərizə xaricdən çıxarsam qalır V kvadratı çıx V0 kvadratı. Yəni A variantında qeyd olunur. 5. Gücün sabit qiymətində qüvvənin sürətdən asılı qrafiki necə olur? Güc bərabərdir qüvvə vurulsun sürət. Dartı qüvvəsi vurulsun sürət. Burada qüvvəni tapanda gücü bölürəm sürətə. Yəni gücün sabit qiymətində qüvvə bölünür. Qüvvə ilə görürəm ki, sürət necə asılıdır? Tərs plansı asılıdır. Cavabımız olacaq 5-də Y variantı. 6. Wattın əsas vahidlərlə ifadəsi hansıdır? İlk sualımızda bundan bəhs olunmuşdu. Watt bərabərdir joule bölünsün saniyə. Joule'un nəyə bərabərdir? Newton vur metrdir. Joule böləcəm saniyə. Newton əsas vahidini ifadə edəndə kiloqram vur metr bölü saniyə kvadratdır. Bunu yenidən metrə vurub saniyə böləndə alınır kiloqram vur metr kvadratı bölünsün saniyənin kubu. Kiloqram vur metr kvadratı bölü saniyənin kubu bizə hansı variantda verilib? B variantında verilib. 7. Gücü 9 kilovat olan cisim 1 dəqiqə müddətdə nə qədər iş görür? Deməli, yoldaşlar, bunu da çevirmək lazımdır bu qiymətləri. Deməli, gücü 9 kilovat, yəni 9 10 üstü 3 watt. Zaman da dəqiqədə 1 dəqiqə. Yəni 60 saniyə. Buradan işi tapanda nə edirəm? Gücü vururam zaman. Yəni 9-u 10 üstü 3 vuracağım 60-a. Bu da bizə neçə verəcək? 9 60-a vuranda bizə verir 540. 540 vurulsun 10 üstü 3. 10 üstü 3 nədir? Kilo joule ifadə edir. Yəni 540 kilo joule. Yəni cavabımız olacaq 7-də B variantı. İlk səhifəmiz bitdi. Keçir növbəti səhifəmizə. 8. Kök altında joule bölünsün kiloqram ifadəsi hansı bir qiymətə müvazinə uyğundur? Joule əsas vahiddən ifadə eləsək, kiloqram vur metr kvadrat bölü saniyə kvadratdır. Bunu yenidən kiloqrama böləndə qalır kök altında metr kvadrat bölü saniyə kvadrat. Kiloqramlar getdi. Bundan da kök çıxır metr bölünsün saniyə. Metr bölü saniyə nəyin vahididir? Sürətin vahididir. 8 cavabımız olacaq
A variantı. Növbəti sualımız 9. Gücü n olan qaldırıcı kran t müddətində m kütləli cismi və sürəti ilə bərabər sürətlə qaldırır. Bu zaman paydaş əmsalı necə təyin olunur? Güc var, sürət var, t var, kütlə var. Paydaş əmsalı bərabərdir. A faydalı bölünsün A tam vurulsun 100% üstü ilə hesablanır. Burada paydaş yerinə yaza bilərəm mgh, tam işin yerinə yaza bilərəm güc vurulsun zaman, yəni m vurulsun t. Bunu da faizlərlə ifadə etməyib, yəni 100 yazmayıblar burada, elə qalsın belə. İndi buradan mən mgh bölünsün nt, h böl t-nin yerinə nə yaza bilərəm? Bərabər sürətlə qaldırıldığı üçün h böl t-nin yerinə yaza bilərəm elə v. V sürətlə bərabər sürətlə qaldı. Onda olacaq düzdür m g v bölünəcək nəyə? N-ə. mgv bölün, yəni 9 cavabımız olacaq A variantı. Növbəti sualımız 10-cu sualda verilmiş diaqrama görə gücün ən böyük olduğu nöqtəni deyir, təyin edin. Güc bərabərdir. Dartı qüvvəsi vurulsun sürət. Buradan indi gücün ən böyük olduğu nöqtəni tapmaq üçün hər ikisinin ən böyük olduğu nöqtəni tapmaq üçün ki, hasildir. Bu da böyük olmalıdır. Bu da böyük. Hər iki vuruq böyük olmalıdır ki, mənim hasilim də nə olsun? Ən böyük olsun. Və bu ikisinin, hər ikisinin böyük olduğu nöqtələr, f-in böyük olduğu nöqtələr 2 ilə 4-dür, v-nin böyük olduğu nöqtələr 5 ilə 4-dür, ortaq nöqtə 4 olduğu üçün hər ikisinin ən böyük olduğu nöqtə 4-dür, ona görə də gücün ən böyük olduğu nöqtə 4 olacaq. Onda cavabımız olacaq D variantı. Növbəti sualımız 11. 1 saat 10 Newton qüvvənin təsiri 36 kJ iş görən cismin sürəti nə qədər olar? Zaman 1 saatdır. Bunu çeviririk saniyeye, 60 saniye, yok 3600 saniye daha doğrusu düzülür. Saat 3600 saniye. Qüvvənin qiyməti 10 Newton. Bizə deyir iş də bərabərdir 36 kilojoule. Yəni 36 vur 10 üstü 3 joule. İndi bizdən var burada iş var, zaman var. Mən burada nə tapa bilərəm? Gücü. Güc bərabərdir iş bölsün zaman. 36 vur 10 üstü 3-ü böləcəm zamanın qiyməti 3600-ə. Yəni 36.000-i böləcəm 3600-ə, bu bizə verəcək 10. Deməli, gücün qiyməti 10-dur. Sürət də bərabərdir. Nə olacaq? N-in düsturu n bərabərdir f olsun deyə. Buradan sürət tapanda v-ni, n-i böləcəm f-ə, yəni gücü böləcəm qüvvənin qiymətinə. Gücü 10 böləcəm qüvvənin qiyməti 10-a nisbət neçə olacaq? 1. Deməli, mənim sürətim qiyməti 1 metr bölünsün saniyəyə bərabərdir. 11-də cavabımız olacaq B variantı. Növbəti sualımız 12. Qüvvənin yerləşmədən asılı qrafikinə görə görülən işi hesablayın. Qüvvənin yerləşmə asılı qrafində yaranan fiqurun sahəsi bizə verir işi. İş bərabərdir. Fx kosinus alfa idi. Burada Fs hasil olduğu üçün biz artıq burada fiqurun sahəsinə baxırıq və bu fiqur trapesiyadır. Trapesiyanın sahəsini necə tapırdıq? Oturacaqları cəmliyib bölürük 2-yə vururuq hündürlüyə. İşi tapanda onda aşağı oturacaq 6-dır, 0-dan 6-ya gəlib, yuxarı oturacaq 2-dən 6-ya gəlib, yəni 4-də uzunluğu böl 2 vur. Hündürlük də 0-dan 10-a qalxıb, yəni 10. Bu bizə verəcək 10 vur 10 bölünsün 2, yəni 100 bölünsün 2, yəni 50 joule. Cavabımız olacaq 12-ci sualda D variantı. 13. Su nasosu 40 kJ iş görməklə suyu 5 metrin düzlükdə çana vurur. Nasosun paydaş əmsalı 50% olarsa çana vurulan suyun kütləsi nə qədər olar? Paydaş əmsalının düsturu dedik ki, A faydalı bölsün atam vurulsun 100%-dir. Paydaşın yerinə yazıram MGH. Burada başqa nə verib bizə? 40 kJ iş, tam işi verib bizə burada. Vurulsun 100%. İndi buradan suyun kütləsini tapanda M-i paydaş əmsalını vururam tam işə. Bölürəm 100 HJ-yə. Paydaş əmsalının qiyməti 50-dir. Tam iş 40 kilojouldur. Yəni 40 vur 10 üstü 3. 100 vur. Bizə verir hündürlüyün qiymətini 5 verib. 5 yerdə 10. Buradan da bu 2 sıfır getdi bundan. 5 vurdu 20. 5 getdi 5-dən 4 bölünsün. 10, 0 onda 4, 0 onda 4 vur 10 üstü 3. Bu da bizə verəcək 0.4. 10 üstü 3 də
1000 kiloton olduğu üçün, 1 ton olduğu üçün 0,4 ton cavabımız olacaq. Yəni cavabımız olacaq 13-də C variantı. Bu bizə verəcək 0,4 vurulmuş 3, 400 kiloqram. 400 kiloqram da 10,4 tondur. Yəni qiyməti minə bölürük tona çevirəndə. Növbəti sualımız 14. Yerləşmə zaman qrafini görə işin zamanı asılı qrafiğini təyin edin. Yerləşmə zaman qrafiki bərabər sürətdə hərəkətdir. Bizə burada hansı qüvvənin işini deməli idi? Yəni, misal üçün, əvəzedici qüvvənin işidirsə, bərabər sürətdə hərəkətdə əvəzedici qüvvə sıfır olduğu üçün əvəzedici qüvvənin gördüyü iş də sıfır olur. Yox, əgər bizə dartı qüvvəsinin gördüyü işi soruşsa, dartı qüvvəsi hərəkət istiqamətinə, yəni yerləşmə istiqamətinə yönəlir və işi müsbət olur və dartı qüvvəsi A bərabərdir F vurulsun S, burada F dartı qüvvəsidir. Onda bərabər sürətdə hərəkətdə S-in yerinə yazıram VT. Dartı qüvvəsinin gördüyü iş deyirsə, iş zamandan düz mütənsibət olur. Burada da cavablarda sıfır olmadığı üçün, əvəzedici qüvvənin gördüyü iş olmadığı üçün, yəni ki, burada dartı qüvvəsinin gördüyü işi soruşmaq istəyib, amma şərtdə qeyd olunmalıdır. Hansı qüvvənin gördüyü iş, işin zamandan asılılığını soruşur bizdən. Bu qeyd olunmalıdır. Yəni şərtdə əksik var. Növbəti sualımız 15. Sabit 100 Newton qüvvənin təsiri altında cisim 3 metr yerləşmə edərək 0,5 kJ iş görmüşdür. Qüvvə ilə yerləşmə arasındakı bucaq nə qədərdir? Aha. Deməli, yoldaşlar, burada qüvvənin qiymətini verib, yerdəyişmənin qiymətini verib, işin qiymətini verib və deyir ki, qüvvə ilə yerləşmə arasında bucaq nə qədərdir? Yəni, iş bərabərdir Fs kosinus alfadan, bizə deyir ki, kosinus alfanı tap. Kosinus alfa bərabərdir iş bölünəcək qüvvə ilə yerləşmənin asilinə. İşin qiyməti 100-də 15 kJ oldu. Bunu 1000-ə vurmaq lazım olsa 10^3 kJ olduğu üçün bu da bizə verəcək nə? 100-də 15-i vuranda 1000-ə 150 eləyir də. Yəni 1000 bölünür 100, 10 qalır, 10 vurulur 15-ə 150. Bölünəcək qüvvənin qiyməti 100-dür, yerləşmə də 3 metr. 150-ni bölürəm 100-ə, olur 1/5. 1/5-i də böləndə 3-ə bizə verir 0,5. Yəni, kosinus 0,5-i, yəni 2də 1-i hansı bucaqda alır? 60 dərəcədə almış olacaq. Cavabımız olacaq 15-ci sualda C variantı. İzah bu qədər yoldaşlar, növbəti izahlara görüşərək özünüzdən müğayət olun.